Azərbaycanın tanınmış xanəndəsi Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanından tələbəsi və yaxın dostunun İran prezidenti Məsud Pezeşkiyanla çəkdirdiyi fotolar sayəsində geri qayıda bilib. Oxu.az-a açıqlama verən xanəndə bildirib ki, ona köməklik göstərən tələbəsi Nasir Ətəfur və dostu Həbib Şiri Azərdir. Qəzənfər Abbasov bildirib ki, İran prezidenti hakimiyyətə gələn zaman onları qəbul edib. Müğənni Təranə Qumral aparıcı Zaur Kəmalı tənqid edib. Buna səbəb Zaurun verilişdən Musa Musayeva kart göstərib ona 200 manat pul atmasını istəməsi olub. Buna əsəbləşən Təranə sərt sözlər deyib. Verilişdə məni məcbur edir ki, bu karta pul at. Niyə atım? Öz pulun yoxdur. Mən lazım olan adamlara pul atıram. Böyük villan, bahalı maşının, bahalı evin var. Bahalı kostyumlar geyinirsən. Özü niyə atmırsan? Kimsə yazırsa xəstəyəm, ehtiyacım var, canım çıxır ona pul ataram. Əcəb edib pul vermirəm. Qeyd edək ki, Zaur proqramda Musadan bir imkansız ailənin kartına 200 manat atmasını istəyib. Təranə isə buna imkan verməyib.